وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Esselamu Aleyküm Şeyh, Allah size bereket versin. Aleyküm selam. Şeyh, bizdə bu yaxınlarda o ümmeylərin birindən söhbət oldu. Orada dedi ki, bəs vaxtında adi bir məsələ üzərində xata eləmişdi. Sonra o məsələdən döndü şeyxə dedi, şeyx onu bəyan eləmədi. Belə bir mövzu olur mu? Bir dənə xəta elədi. Yəni birindən söhbət oldu. Onda bir dənə deyil də xeyr. Xətalar çox idi onda. Xətalar yox. Xəta deməyək buna. Xəta hər adam eləyir. Biz adi bir dənə xətaya görə belə mövqe tutmazdıq ondan, onun kimilərdən. Bu Əhlüsünnənin üsuluna müxalif məsələlər idi. Ona görə belə mövqe tutmuşuq və indiyəcən də davam edirik. Çünki məsələ elə məsələlər idi ki, insanların həyatıyla bağlı idi, ölkələrin gələcəyi ilə bağlı idi, böyük məsələlər idi, yəni misal çəkmək istəyirəm onu, misal deyirəm. Ona görə demək ki, o xətası nə edib? Sizə gedib öyrənib, gəlib sizə bəyan edib? Mənə sizə bəyan olmayıb. Mənə də lazım deyil, çıxıb ümumi bəyan eləməlidir. Mənə görə şey olmayıb ki. Yəni siz onu demişsiniz, siz bu məsələdə səhv edirsiniz, o da gedib araşdırıb, bilib ki, səhv edir. Mən deməmişəm, səhv eləmişəm, mən demədim səhvsən, demədim, mən dedim ki, ona sən Əhlüsünnə vəl Cəmaə mənhəci deyil bu, sən xavaricsən. Ona dedim ki, sən deyiş, tövbə elə, yoxsa mən səndən çəkindirəcəm, əks halda. Ona özünə dedim mən, ki, səndən çəkindirəcəm, əgər dəyişməsən. Sonra bu getdi gəldi, sonra o, indi danışır deyir, mən komerim deyə. O, Ümbətov da nədir? O getdi, gəldi ki, ona deyib ki, ged mənim adımdan yayın ki, dönmüşəm. Sonra dönən adam bilinir. Dönən adam ətrafı da dönür. Çünki bir kişinin ətrafı mühümdür. O kişini təyin eləmək olar. Necə sələf deyib, kim özün gizlətsə də ətrafını gizlədə bilməyəcək. Birinci, ətraf dönür, danışıqlar dönür, dərsləri dönür. Bu dönmək bilinməlidir. Yoxsa 3 saniyəli, 4 saniyəli bir dənə yerdə soruşublar, cavab verib qutardı. Mən demirəm, hər gün danış. Lakin dönən adam döndüyün ümumiyyətlə bildirməlidir bir neçə dəfə ki, hamısını arxayın olsunlar ki, sabit olsunlar. Arxayın olsunlar, onu məsləhət görsünlər. Həmçinin o müxaliflərə rədd eləməlidir, o fikir sahiblərinə, elə fikir sahiblərinə. Bu dönmək budur. Ona görə bəzi sələflər deyib ki, kim bidətçilərdən dönürsə, bir il gözləmək lazımdır. O saat yəni əlləri açmaq lazım deyil belə, gəl. Xüsusən əgər təhlükəli fikirlər daşıyıbsa. Ne üçün? Baxacaq ətrafına. Görəcək kiminlə durub oturur və s. Təsələ bu tərəfdən deyir, dönmüşəm, özü də ona buna deyir, ha. Bu tərəfdən xavariclərdən biri onu çağırır toya. Sən dönsün, sən sələf olsun, sən xavarici heç vaxt çağırmaz. Heç vaxt. Bir dənəsi, 2 dənəsi. Lap gedməsən də, xavarici səni heç vaxt çağırmaz. Sən sələf olsun. Buna dönməkdir. Bu sadəcə sən baş allatmaqdır, necə ki, ətrafı alladıb. Və sadəcə deməkdir ki, məndən əl çəkin. Budur, vəssalam. Dönmək, insan bildirməlidir əməllərlə, hərəkətlərlə, ətrafına, danışıqlarına. Heç kəs bir gündə danış. Lakin hərdən ehtiyac var bu mövzulara toxunmaq. Xüsusən, əgər sənin ətrafında o mövzular bir dənə deyildi. Xüsusən hansı mövzular var idi, o mövzularda aydınlığı gətir. Danışqı ilə. Onda arxayın olaq. Yoxsa onu orada-burada deyir ki, dönmüşəm. Bəs birinci deyir, deməmişəm.
Birinci deyirdi, and içirdi, deməmişəm. Böhtandır, nə bilim, cin girib, nə bilim, deyiblər ki, hə, yığdın, indi dağıt. Və ya deyirdi başqalarına ki, ona görə sələflər vurur ki, gör ki, məscid açdılar, nə bilim, cürbəcə cəfəngiyyatlar yalan yayırdı. Yalan. Yalan yayırdı. Dönən adam çıxıb etiraf eləməlidir, bəli. Olub, bəli. Bəs birinci deyirdi, böhtandır. İndi deyirlər, dönüb. İkinci də dönübsə, onda tezə sələf olub. Ondan qabaq sələfi deyildi, xavarici idi. Çünki o fikir sahibləri, hansı alimdən soruşsan, soruş. Deyəcək, dərhal, xavaric. Deməli, xavarici idi, gizli. Bizim ətrafımızda. Sonra məlum oldu, hə. İndi deyir, dönmüşəm, hə, deməli, tezə sələf olub. Amma dönməyi, hanı dönməyi? Hansı məsələdən dönüb? Yəni, bu oyuncaq deyil, axı, baxçışa, o ətrafındakilər allada bilər. Ha, bu dindir, bu belə şey, özü belə məsələlər, təhlükəli məsələlərdir. Səmimi olmaq lazımdır, aydın olmaq lazımdır. Sələf dəvətinin, bidətçilərin, o artist yolların fərqi nədir? Sələf dəvəti açıqdır, aydındır, səmimidir. Gizli bir şey yoxdur burada. Aydın qardaşlar, ona görə bunlar hamısı boş söhbətlərdir, uşaq başı allatmaqdır. Əgər o Allah və Rasul doğrudan sevirsə, əgər dəvəti sevirsə, əgər bəli bidətçilərdən istəmirsə, bidətçilərin adı çəkilsin, istəyir ki, əhlüsünnə vəl cəmaət etiqadında, mənhəcində olmağı isbatı, çıxıb aydınlıq getsin. Çıxın, bəli, belə fikirlər olub, bəli, mən artıq tərk eləmişəm. Heç danışmayaq ki, birinci and içirdi ki, deməmişəm. Danışmırıq ki, nə qədər böhtanlar atdı. Danışmırıq ki, nə qədər səbəb oldu qardaşların azmağına. Qardaşları böldü və s. Deyirlər, gök qamət bölüb. Oğlan ətrafındakilər. Yalan. Ona görə qardaşlar, biraz oyaq olun, biraz əlhamdülillah məsələlər bu dünya məsələsi deyil, dünyaya görə deyil, şəxsi deyil. Bu sırf bizim aramızda əqidə, mənhəc məsələləri gedir, onun söhbəti gedir və hələm də qalıb. Demir, dönmüşəm, çıxıb etiraf eləsin. Bir də hansı məsələdən dönüb? Onda axı bir dənə deyil daxı. Nə qədər məsələ var idi, özdə hamısı böyük-böyük məsələlər idi. Aydın qardaşlar, o bağçada yeyib Allahçı cəmaatı. O ancaq ona görə bağça uşaqlar elə belə deyilməyib. Nasıl mövqe edədilər? Bilirsiniz, qardaşlar, bu söhbətlər başlayanda, bu neynədir? Adil. Gör ki, mənhəcdən başladı danışmağa. Mənhəcdən. Və hansı kitabı götürdü keçməyə? Bir kitab var, Şeyx Bəkir ibn Əbu Zeyd, rahiməhullah, böyük alimdir. Sələfi alimlərdən biri olub. Lakin həyatını sonuna yaxın bir kitab buraxdı. Tasnif nəs, yəni insanları siniflərə bölmək mövzusu. Və o kitab demək olar ki, Seyyid Qutubun müdafiəsi üçün yazılıb. Və o şeyxi tənqid elədilər o hərəkətinə görə, addımına görə. Tənqid elədilər. Hətta Şeyx Rabi dedi ki, görüşdüm, istədim onunla danışım, tələsirdi. Dedi, filan vaxtı görüşərik, qutarın bu şeyləri görüşək. Nəsib olmadı, dünyasını dəyişdi. Allah bağışlasın onu. O kitabda Seyyid Qutub müdafiəsi üçün yazılıb. Götürüb, o kitab başladı oxumağa. Hansı ki, götürsəydi İmam Əhmədin, Usul-u Sünnəsin. Hətta balaca kitablardan ən balaca bir dənə səhifədir, vərəq yox, iki tərəfli yox, bir tərəf. 9 dənə məsələdir. Hümeydinin onu keçsəydi, Muzəninin keçsəydi, hələ mən böyüklərdən danışmıram, İbn-i Zəməninin və ya Bərbahari və s. Götürdü Bəkir ibn Əbu Zeydin tasnifi oxumağa. Düzdür, sonra kəsdi, sonra qırdı. Və Bəkir ibn Əbu Zeydi tərifləyir orada. Seyyid Qutubu yox, deyəsən Bəkiri tərifləyir. Lakin kitab özü Seyyid Qutub müdafiəsi üçün əsasən yazılıb. Kitabı tərifləyir.
Kitabı özün tərifləyən ha. Və salamdır. İndi ya savadsız da cahildir, bilməyib, nə var, nə yox. Ya əgər bilə-bilə eləyibsə, lap müsibət. Necə? YouTube-da sildilər. Sildilər, ha? Budur məsələ. Aydındır. Ona görə qardaşlar, yəni məsələ heç də elə belə yəni məsələ ciddi məsələ deyil, hasan məsələ deyil. Belə məsələlər aydın olmalıdır. Aydındır qardaşlar. Bu qədər. Allah sizə bərəkət.